Dəyərli izləyicilərimiz, bugün sizə şəxsi 6 sotda 4 otaqlı həyət evi ilə gəlmişəm. Ev tam-tamına 6 sot torpaq sahəsinin içərisində. Öncədən deyim, 25.000 endirim olunub. 6 sotda 130 kvadrat tam təmirli yaşayışlı 4 otaqlı həyət evidir. Ev 5 daş kürsüdə, dairəvi qoşadaşı. Evin başına lorunu da desək, polnüsü dolanmaq olur. Deyirsən, balkondan çıx göstərim aqa. Sağına, soluna, arxasına, hər tərəfinə keçmək olur. Sənəti 97-ci ilin bələdiyyəsidir. Ev əşyaları ilə birlikdə satılır. Ayaqqabıma çıx hazır qoymuşum. Təzən əyilirəm ayaqqabı açmağa. Gəl. Bismillah, xeyrə gələk. 130 kvadratdan çox kvadratı var. Elə girəcəyinə baxın. 4 dənə mən yan yana dayana bilərəm. Sağda bir yataq otağı, əşyaları çək, ev əşyaları ilə birlikdə satılır. Start qiymət 95.000 manatdır. Real müştəriyə hələ indirim də olacaq. Geniş qonaq otağı. Nə böyükdədir? Nə böyükdədir? Solda mətbəxi. Həqiqətən, mətbəxin başına geçib qaqa. Uqlavoy mətbəx mebelidir. Deyəsən, hələ burada mətbəxdən şeyə balkon da. Yox, pəncərədir. Açıb ama balkon eləmək olar. Qazı, moykası, hər bir şey var. Ev əşyaları ilə birlikdə satılır. Təkrar edirəm. Burada bina var. Otaq boyda sanitar qovşağı sanuzeldir. Dairəvi qoşadaşdır. Bax, sanitar qovşağının forçikasına diqqət yetirsək, dairəvi qoşadaşdır. Adətən çox vaxt şübhələnirlər, pəncərə olmayan yeri tək-tək edirlər. Amma yəni bu evin 4 bir tərəfi də qoşadaşdır, şəxsi tikilidir. Təkrar edirəm. Ev əşyalarla birlikdə satılır. Maqa içəri keç, əşyanı təmiz göstər. Ay, ən qəşəng otaq buradır. Burada bir ailə yataq otağı. Yenə deyirəm, ev əşyaları ilə birlikdə satılır. 97-ci ilin bələdiyyəsidir, yəni kupçaya gedən sənətdir. Start qiymət 95.000 manatdır real müştəriyə. Təbii ki, ev tərəfindən indirim olacaq. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.